Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Yüce Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Mübarək Ramazan ayının sonuna gəldik. Artıq müqəddəs Ramazan bayramının astanasındayıq. Hər birinizi həm Ramazan bayramı münasibəti ilə, həm də qarşıdan gələn Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Bayramların həyatımızdakı rolu, əhəmiyyəti nədən ibarətdir? Bugün bu mövzunu müzakirə edəcəyik. Eyni zamanda Ramazan bir məktəbdir dedik. Ramazandakı qazanclarımızı, qazandıqlarımızı Ramazandan sonra necə qoruyub saxlamalıyıq? Bu məsələni də gündəmə gətirəcəyik. Mövzunu müzakirə etmək üçün həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimlidir. Elnur müəllim, xoş gördük. Xoş gördük, Kövsər müəllim. Elnur müəllim, axır ki, nəhayət mübarək Ramazan ayını başa vururuq və bu mübarək Ramazan ayı bizim üçün mənəvi baxımdan, ictimai baxımdan bir çox faydaları özü ilə bərabər gətirdi. İnsanlar iftar süfrələri arxasında bir araya gəldilər, Yaradana çoxlu dualar etdilər, ibadətlər etdilər və bir baxıma möminlər üçün ibadətin baharı, qulluğun baharı dediyimiz bir mövsümü Ramazan ayını bu şəkildə başa vurmuş olduq. Ramazan ayını bir məktəb olaraq dəyərləndiririk. Bu təqdirdə Ramazan ayından götürəcəyimiz, oruc ibadətindən götürəcəyimiz əsas dərslər nələrdir? İstəyirəm, sanki bu keçdiyimiz bu dövrün əsas məqamlarının altından xətt çəkək, əziz tamaşaçılarımızın xatirində xüsusilə nələrin qalmalı olduğunu bir daha vurğulayaq. Ramazan ayı həqiqətən də xeyir və bərəkətlə dolu bir aydır. Həqiqətən də bağışlanma ayıdır, məğfirət ayıdır, bir fürsətdir müsəlmanlar üçün. Və müsəlmanlar da bacardığı qədər bu fürsətdən istifadə etməyə çalışırlar. Bu ayı daha xeyirlə, bərəkətlə keçirməyə çalışırlar. Ramazanda Ramazanın xeyrindən istifadə etmək üçün nələrə diqqət etmək lazımdır və bu xeyirlər, bu Ramazanda qazandıqlarımız bizə ömür boyu fayda versin deyə nələrə diqqət etmək lazımdır? Buna qısaca bir nəzər salsam, deyə bilərik ki, Ramazan hər bir müsəlmana müəyyən xüsusiyyətlər qazandırmağa çalışır. Yəni, Ramazanın məqsədləri var. Oruc sadəcə az qalmaqdan ibarət deyil. Biz Ramazanda oruc tutarkən bir çox xüsusiyyətlər də qazanmalıyıq. Bunlar hansılardır? Ən başda oruc bizə səbri öyrətməlidir. Oruc başlı başına səbirdir. Və eyni zamanda oruc bizim iradəmizi inkişaf etdirməlidir. Hər bir müsəlman iradə təlimi deyə bilər ki, oruca. Hər bir müsəlman üçün bir iradə təlimidir. Və müsəlman oruç tutarkən ac qalır, Allahın rızası üçün niyyət edərək, Allah rızası üçün müəyyən bir vaxt çərçivəsində, yəni fəcrdən günəş batana qədər yeməkdən, içməkdən, hər cür cinsi münasibətdən, zövq verən şeylərdən, hər bir şeydən uzaq durur və hər bir şəxs fikirləşir ki, normalda mənə halal olan şeylər Allah əmr etdiyi üçün bu vaxt çərçivəsində haramdır və mən bundan Allah rızası üçün çəkinirəm. Və müsəlman olan şəxs bunu düşündükcə, mən bundan, bu müddət ərzində halal olan şeylərdən, yeməkdən, içməkdən əl çəkdiyim kimi iradəsini inkişaf etdirərək haramlardan da bir ömür boyu əl çəkməyə səy göstərə bilər. Yəni, Ramazan bizə o iradə təlimini qısaca öyrədir və biz haram olan şeylərdən də bu şəkildə əl çəkməyə, üz döndərməyə Allah rızası üçün, Allah əmr etdiyi üçün onlardan üz döndərməyə çalışaraq öz iradəmizi gücləndiririk. İkinci bir baxımdan baxsaq, Ramazan bizi eyni zamanda insanlarla münasibətimizi düzəldir. Bizə qəlb rahatlığı bəxş edir, hüzur bəxş edir.
Həzrət Peyğəmbər hədisində söylüyor ki, biriniz oruc olarkən başqaları ilə savaşmasın, başqaları ilə döyüşməsin. Bir başqası ona qarşı həddini aşsa, yenə bu halda da mən orucam desin və üz döndərsin həmin şəxsdən. Yəni yenə onunla savaşmasın, döyüşməsin. Burada da həmin şəxs yenə insanlarla münasibətini düzəltməyə çalışır. Yəni belə deyə bilərik ki, insanlarla münasibətdə özünə məxsus bir xüsusiyyət qazanır. Oruc olan şəxs bu xüsusiyyəti qazandığı müddətcə insanlarla münasibətində hüzur və yaxud da xoş münasibət qurma bacarığını qazanır. Yəni cahillərdən üz döndərir, kiminsə sözü onun xətrinə birbaşa dəymir və yaxud da hər hansı bir cahil ona ilişmək istədiyində, ona hər hansı bir pislik etmək istədiyində bəsit ifadə ilə ondan üz döndərir və mən orucum, onu sovuşdurur yəni. Ramazan bunu bizə öyrədir. Bundan başqa Ramazan bizə xeyirxahlığı öyrədir. Ramazanda oruç tutan şəxs Allah rızası üçün oruç tutur və eyni zamanda digər insanlara yaxşılıq etməyə çalışır. Həzrət Peyğəmbər haqqında sahabələr buyurur ki, Həzrət Peyğəmbər insanların ən səxavətlisi idi. Və hətta ancaq Ramazanda isə onun səxavəti daha da artardı. Və onun səxavəti bir məcaz formasında Abdullah ibn Abbas ifadə edir. Onun səxavəti səba yelindən daha çox olardı. Bu məcazı ifadə etsək, məsələn, bir yerdə külək əsdiyində, bir şəhərdə, bir qəsəbədə yel əsdiyində hər kəsə o meh gələr, hər kəs onu hiss edər. Yəni, Həzrət Peyğəmbərin Ramazandakı səxavəti o qədər çox idi ki, hər kəs onun səxavətliyini, cömərtliyini hiss edərdi. Başqa bir xüsusiyyət, Ramazan insana kamillik qazandırır. Yəni, insan mənfi xüsusiyyətlərdən oruc səbəbilə daha çox uzaq durmağa çalışır. Məsələn, oruc olan şəxs qeybət etməz, oruc olan şəxs başqasının arxasıca danışmaz, gözü, qulağı, ayağı uyğun olmayan yerlərə, haram yerlərə getməz, yönəlməz. Bu xüsusların hamısını Həzrət Peyğəmbər bizə birbaşa öz tövsiyələrində bildirir, hədislərində bildirir. Həqiqətən Allah istədiyi kimsəyə hesabsız ruzu verir. Ramazan bəlkə də insan həyatını, möminlərin həyatını bir baxıma nizama salan bir şərait yaradır eyni zamanda. Yəni sabah erkəndən durmaq, yeməyinə, içməyinə müəyyən saatlara qədər məhdudiyyət qoymaq, orucunu müəyyən saatlarda açmaq, gününü ona görə planlaşdırmaq. Bu da insan üçün disiplinli, nizamlı bir həyat yaşamağın əslində ən bariz nümunəsidir. Oruç tutanlar bunu gündəlik həyatları kimi, yəni bir möminin əgər həyatı Ramazandakı həyatına bənzəsə, yəni həm ibadətlər baxımından, həm Allahla yaxınlıq baxımından, həm insanlarla yaxınlıq baxımından, bax bütün bu xüsusiyyətləri Ramazan ayı boyunca, Ramazan ayından sonra da davam elətdirə bilsə, həqiqətən Allahın da arzu etdiyi, Allahın da görmək istədiyi bir mömin modeli, bir müsəlman modeli, eyni zamanda bir inanmış bir insan modeli və cəmiyyət formalaşa bilər. Ramazan ayı gələndə rahatlıqla o pis vərdişlərdən əl çəkə bilirlər. Bu da Ramazanın əslində bir bərəkətidir. Elnur müəllim, bu şuuru, bax bu Ramazan abu-havasını, Ramazandakı şövqü necə etmək olar ki, biz daha uzun müddət yaşaya bilək, insanlar bax bu müddətdə qazandıqları vərdişləri sonraki dövrlərdə də davam etdirə bilsinlər. Ramazan əslində bir təlim müddətidir. Biz o təlim müddətində çalışırıq, daha çox ibadətlərə yönəlirik, daha çox Allahın əmr etdiyi şəkildə davranmağa çalışırıq. Əslində o təlimdə bir xüsusiyyətlər qazanmalıyıq ki, o təlim müddəti bitdikdən sonra normal həyata qayıtdıqda həmin qazandığımız xüsusiyyətlər bizə faydalı olsun. Ona görə Ramazanın bizə qazandırdığı bütün xüsusiyyətlər kamil mömin xüsusiyyətləridir. Bayaq da ifadə etdik, dilini qoruyan müsəlman, gözünü qoruyan müsəlman. Bunların hamısı kamil mömin xüsusiyyətlərdir. Quran-Kərimdə orucun fərz olunması haqqında gələn ayədə də buyurulur ki, Estağfirullah, ya eyyuhellezine amenu kutibe aleykumus-siyam kema kutibe alellezine min qablikum la'allakum tettaqun. Ey iman edənlər, oruc sizdən əvvəlkilərə fərz edildiyi kimi sizə də fərz edildi ki, sizə də vacib qılındı ki, bəlkə təqvalı olasınız. Demək ki, orucdakı xüsusiyyətlər, orucun məqsədi, əsas məqsədi və orucda bizə davamlı əmr olunan şeylərdə son məqsəd bizim təqvalı qul olmağımızdır.
bizim müttəqilərdən olmağımızdır. Təqva nədir? Təqva hər bir anda, hər bir sahədə Allaha qarşı gəlməkdən çəkinmək. Hər an Allahın nəzarəti altında olduğumuzu düşünmək. Allahın sevgisini, onun razılığını itirməkdən çox qorxmaq. Yəni bu şəkildə bir xüsusiyyəti qazanan mömin, yəni Ramazanda əgər bu xüsusiyyətləri yetərincə qazana bilsə, daha sonrakı, yəni Ramazan xaricindəki müddətdə də qazandığı xüsusiyyətlərlə davamlı olaraq özünü müəyyən qədər qoruya bilər. Və bu xüsusiyyətlərin davamlı olaraq qoruna bilməsi üçün həmin şəxs cəmaatdan ayrılmamalıdır. Yəni dindar insanlardan ayrılmamalıdır. Çünki çevrə, ətraf insanı əhatə edən insanlar, mühit çox əhəmiyyətlidir. Ramazanda insanların çoxu ibadətlə məşğul olduğu üçün, çoxu məscidə getdiyi üçün digər insanlar da, ortada qalanlar da istər-istəməz dinə yönəlirlər. Ancaq normal vaxtlarda, Ramazan xaricində insanların çoxu məscidə getmədiyi üçün ortada qalan, belə deyə bilərik, qərarsız insanlar da uzaq qalırlar. Ona görə insan Ramazanda qazandığı mənəvi ab-havanı, mənəvi qazancları itirməmək məqsədi ilə, itirməmək üçün belə deyə bilərik, dindar insanlardan, məsciddən, cəmaatdan uzaq düşməməlidir. Bacardığı qədər yenə cəmaat namazlarına gedib iştirak etməlidir. Çünki Ramazan eyni zamanda bizə bu xüsusiyyəti qazandırır. Ramazanda bildiyimiz kimi təravih namazları var. Müsəlmanlar hər gecə işa namazından sonra 20 rükət təravih namaz qıldılar bərabər şəkildə. Və eyni zamanda yenə Ramazanda yardımlaşma xüsusiyyətləri güclənir, iftar məclisləri, iftar süfrələri olur. Yəni bu qonaqpərvərlik, bu yardımlaşma davamlı olaraq davam etməlidir ki, insanlara təsir olsun. Və yaxud deyə bilərik ki, Ramazanda Quran oxuma miqdarı daha çox olur. Çünki bu da Həzrət Peyğəmbərin sünnətidir, bildiyimiz kimi Həzrət Peyğəmbər hər Ramazanda Quranı xətm edərdi. Cəbrail aleyhissalam gələrdi. Belə rəvayət olunur ki, Həzrət Cəbraillə Həzrət Peyğəmbər Quranı qarşılıqlı olaraq oxuyardılar, xətm edərdilər Ramazan boyunca və Həzrət Peyğəmbər ömrünün sonundakı ildə isə 2 dəfə Quran-Kərimi xətm etmişdi. Və müsəlmanlar da Ramazan ayında Quran oxumağa daha çox çalışırlar. Ancaq Ramazan bitdikdən sonra Quran da örtülür, bir də qalır gələn Ramazana. Bu da yanlış bir xüsusiyyətdir, mənfi bir xüsusiyyətdir. Həmin bu qazandığımız xüsusiyyəti davamlı olaraq qorumağa çalışmalıyıq. Bacardığımız qədər gündə bir səhifə, bir neçə ayə oxumağa çalışmalıyıq, mənasına baxmalıyıq, təfsirini oxumalıyıq. Görəsən, Rəbbimiz bu ayətdə bizə nə deyir və yaxud da Peyğəmbərimiz bizim üçün örnək olan Həzrət Peyğəmbər Muhammed Mustafa sallallahu aleyhi və səlləm öz tövsiyələrində bizə nə deyir, bizə nə öyrətmək istəyir, bunlara davamlı olaraq baxmağa çalışmalıyıq. Davamlı olaraq əgər özümüz bacarırıqsa araşdırmalıyıq, bacarmırıqsa bilənlərdən soruşmalıyıq. Və bunu da yenə bilənlərdən soruşarkən utanmamalıyıq, çəkinməməliyik. Quran-Kərim ayəsində də buyurur, sizin sözünüzə qüvvət, sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verər deyir. Əslində Ramazanda ibadətlərin bu qədər çoxalması möminlərin mənəvi dünyasını hərəkətə keçirəcək işarələrin ətrafımıza çoxalması deməkdir. Yəni Allahla ünsiyyət, insanlar məsciddədirlər, Allah üçün ibadət edirlər, namaz qılırlar, oruç tuturlar. Bu digər insanlarda da bir xatırlatma əmələ gətirir və inançlı insanlar bu müddətdə ibadətə yönəlirlər. Ramazan bitdikdən sonra dediyiniz kimi o xatırladan əlamətlər, işarələr getdikcə azalır. Çünki biz getdikcə o icmadan və ya topluluqdan uzaqlaşmağa başlayırıq. Gündəlik həyat məşğələləri bizi çox məşğul edir və beləliklə Allahı, xeyri, bizə xatırladan şeylərdən uzaqlaşırıq. Zamanla bu vərdişlər də bu sayədə geriyə düşür. Möminlərin tarix boyu bu ayda Quran-Kərimə xüsusi bir rəğbəti yaranıbdır. Bax, bu rəğbəti Ramazandan sonra da davam etdirmək, onu mütaliə etmək, Allahın buyruqlarını oradan öyrənmək, bu baxımdan o vərdişlərin yaşaması üçün çox vacib bir məqam olardı. Elnur müəllim, biz artıq Ramazan bayramına yetişmişik demək olar ki, bu baxımdan Allaha sonsuz şükürlər olsun. Ramazan ayını haqqı ilə yaşayıb, Ramazan bayramına yetişən insanlar nə xoşbəxtdirlər bu baxımdan. Mən istərdim bu bayramın əhəmiyyəti haqqında danışaq və eyni zamanda bu bayrama necə hazırlaşmaq lazımdır, nələr etmək lazımdır, bayram bizim üçün nədən ibarətdir, həm bayram günü edəcəyimiz əməllər nələrdir, həm də
bayram günü sadəcə bizim deyil, toplu olaraq hansı əməlləri yerinə yetirməliyik? Bu barədə də qısaca söhbət açaq. Ramazan bayramı da dinimizə görə iki ən əsas bayramdan biridir. Müsəlmanların ən əhəmiyyətli bayramlarından biridir. Və müsəlmanlar 30 gün, 29 gün, yəni bir ay ərzində oruç tuturlar və bu orucların sanki cəm şəkildə bir iftarıdır. Ona görə buna Eid-ül-Fitr da deyirlər, Fitr bayramı. Bəli. Və bu bayrama girməzdən əvvəl, bayram namazından əvvəl müsəlmanlar, yəni zəngin müsəlmanlar, dini çərçivədə müəyyən qədər imkanı olan müsəlmanlar ehtiyac sahiblərini sevindirməlidir. Və ona görə dinimiz hər bir müəyyən qədər zənginliyi olan müsəlmana fitr sədəqəsi verməyi vacib edib. Bu zənginliyin miqdarı nə qədərdir Elnur müəllim? Zənginliyin miqdarı belə deyə bilərik, bir insan zəruri ehtiyaclarını ödədikdən sonra və özünü də ailəsini dolandıra biləcək qədər müəyyən miqdarda malı varsa, bundan artıq qalan miqdar zənginlik miqdarı sayılır. Bunu daha ətraflı zəkat miqdarı ilə bərabər hesablayanlar da var. Nisab miqdarı deyirlər. O mövzuya girmədən qısacası bir insan özü ailəsini dolanışığına yetəcək qədər malı var və zəruri ehtiyaclarını rahat şəkildə ödəyə bilirsə artıq zəngin saya bilər. Fitr sədəqəsi müəyyən hədislərdə müəyyən miqdarlar keçir. Müəyyən miqdarda arpa, buğda, xurma və müəyyən qida vasitələrindən, qida maddələrindən verilməsi tövsiyə olunur. Bunun hesablayaraq onun miqdarı pulla verilməsi daha yaxşı olar. Çünki burada məqsəd ehtiyac sahibləri, yoxsul insanlara bayram sevincini yaşatmaqdır. Günümüzdə qida maddələri forması, miqdarı, çeşidləri dəyişə bilər. İnsanların ehtiyacları fərqli-fərqlidir. Ona görə bir insanın özünü bir günlük doyura biləcək bir miqdarı və ailə üzvlərinin sayına görə. Məsələn, bir insan bir günlük özünə uyğun, özünü doyura biləcək, öz standartına uyğun, özünü doyura biləcək miqdarı ailə üzvlərinin sayına vuraraq, məsələn, bir ailədə 5 nəfərdirlərsə və özü də orta standartı hesablayır və o 5 nəfərə 5-ə vuraraq onu bir kasıba, bir ehtiyac sahibinə, bir yoxsula bayramdan əvvəl, bayram namazından əvvəl verməsi lazımdır. Bəli. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırt edənin açıq-aydın dəlilləri olan Qur'an Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruç tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə onu uca tutasınız. Bəlkə şükr edəsiniz. Bu il Ramazan bayramı ilə milli bayramımız olan Novruz bayramı eyni vaxtda təsadüf edir. Bu baxımdan iki sevinci biz bir arada yaşayırıq. Həm Novruzun sevincini, həm müqəddəs Ramazan bayramının sevincini insanlarımız, vətəndaşlarımız bir arada hiss eləyəcəklər. Bu da ayrı bir gözəllikdir. Mən bu münasibətlə həm sizi, həm də əziz izləyicilərimizi bir daha bayramlar münasibəti ilə təbrik edirəm. Uca Allaha şükür edirik ki, bizi Ramazan bayramına da yetişdirdi və bu ayı idrak eləməyi nəsib elədi və hər zaman dualarımız bu istiqamətdədir ki, ey Rəbbimiz bizi növbəti Ramazana yetişdir. Elnur müəllim, mən sizə çox təşəkkür edirəm. Bayramınız təkrar mübarək olsun. Gəldiyiniz üçün minnətdaram. Təşəkkür edirəm, bayramınız mübarək olsun. Sağ olun, sizin də Baha. Sağ olun. Dəyərli tamaşaçılar, bununla da verilişimiz başa çatır. Gələn həftə eyni vaxtda, eyni saatda yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.